Bu dəfəki müştərimiz yeni açacağı coffee shop üçün bizdən divar rəsmi istədi və bizə nümunə göndərdi. Biz onun istəklərini nəzərə alaraq həmin nümunə üzərində dəyişikliklər etdik və yeni dizayn hazırladıq. Dizayn prosesi nə qədər sadə görünsə də bir o qədər çox vaxt alırdı və iPad-in qələminin sınması da mənim işimi bir o qədər də yavaşladırdı. Hansı ki, hər bir şeyi mən barmağımla çəkmək məcburiyyətində qalırdım və bu mənim üçün çox çətin idi, vaxt alırdı. Və bunu görən Əli mənə kömək olmaq üçün gördüyünüz kimi mənə dəstək olur. Nəysə, keçək dizayna davam edək. Hər bir detalını çəkdikdən sonra artıq dizaynı yekunlaşdırdım və müştəriyə göndərdim. Müştərimiz dəyişikliklər olmasını istədi, rəngli və bəzi personajlarda dəyişiklik istədi. Biz artıq coffee shop'a yollandıq və işə başladıq. Dizayn təsdiqləndiyinə görə artıq digər proseslər başlayır. Asiman sağ olsun, mənlə bugün divar rəsmini çəkməyə getmişdi və biz divar rəsmini çəkib bitirdikdən sonra, yəni son toxunuşları etdikdən sonra nəticə mükəmməl olmuşdu və bu da nəticə. Siz də öz məkanlarınızda özəl dizaynlar istəyirsinizsə, gözəl rəsmlər istəyirsinizsə, elə indi müraciət edə bilərsiniz.